Bülbül küçəsi ilə Füzuli küçəsinin kəsişməsidir. Hansı ki, Heydər Əliyev parkından sarayın binasına tərəf irəliləyən yeraltı keçiddir. Piyadalar üçün nəzərdə tutulan. Artıq burada görürük ki, heç də qurum öz fəaliyyətini tam icra etməyib. Hansı ki, düşmək istiqamətində eskalator işləkdir, amma qalxma istiqamətində eskalator işləmir. İndi yanımızdan bir xanım keçdi və özü qalxmağa məcbur oldu. Görək qalxma istiqaməti işləyirmi? Baxın, vətəndaşlar özləri düşürlər. Bu eskalatorların bu vəziyyətdə olmağının başlıca günahkarı əslində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Aydadır. Biz illərlə müraciət elədik. Dedilər ki, bizim səlahiyyətimizdə deyil. Rayon baxır, nə bilim filan kəs baxır. Rayonlara müraciət eləyirik. Onlar da deyirlər ki, bizim səlahiyyətimizdə deyil. Kim o yeraltı keçidi təşkil edibsə, eskalatorlarda quraşdıran onlardır. Bu keçiddən niyə istifadə eləmir bu insanlar? Xarabda ona görə, bakalım. Və indi hal-hazırda təmir gedir. Hər gün bura xarab olur, bura xarab olur, bura xarab olur, bura xarab olur. Cəmaat az qalır, burada maşın bura. Allah'ın olsun. Yəni bu təmir birinci dəfə deyil də, demək olar hər gün. Hər günü daha canı hər gün. O günü yoxdur bunların bura, bunların düzəltməyə. Jetur, gələcəyə toxunmağı sevənlər üçün.